Dekabrın 8'i. Baxın, diqqət edin, dekabrın 8-i, indi hansı aydır? Mart ayıdır. Deməli, yanvar, fevral, mart tam 3 ay keçib. Deməli, 3 ay bundan, hətta 4 ay bundan qabaq zəhərlənibdir Ziyafət xanım. Diqqət edin, dekabrın 8-dədir. Gözüm başım qaraldı, yıxıldım. Bir saatda yerdə qaldım, başım partladı. Bax belə, gözüm qaralır, yıxılıram. Deməli, zəhərlənmənin nəticəsi olaraq gözü qaralır, yıxılır. Yıxılın, davam edir. Qaralır. Dururam 5-6 adım yeriyəm. Gözüm qaralır, huşum gedir. Yıxılıram. Bu dekabrın 8-ində yıxıldım. 5 dənə dikiş qoydular. Semaşkoda apardılar başıma. Bax, beləcəyəm 2 aydan çoxdur. 2 aydan çox. Demək ki, dekabr ayının 8-dən də əvvəl 2 aydır. Deməli, baxın, 5 ay bundan əvvəl zəhərlənib bu adam. Təxminən, bax belə. Güncü çapdı. Ağlımı divarın güncü çapdı. Elə gözüm qaralıyır, başım hərlənir. Üstümə sağlıq. Yerdən dura bilmirəm. Məhliyə gedirəm, götürürəm bir şey. Öyle balaca, öyle yekə deyil. Yəni, belə axırıncı dəfə hansı bölmədə. Bəlkə elə xəstə. Baxın, axırıncı dəfə hansı bölmədə olmuşam deyir. Orada ya da xəstəxanada. Orada zəhər verirlər mənə. Zəhər verirlər. Diqqət edin. Xəstəxanada da o qədər zaraza. Diqqət edin. Sən deyirsən ki, bölmədə. Axırıncı dəfə hansı bölmədə. Bəlkə elə xəstəxanada zəhər verirlər mənə. Xəstəxanada da o qədər. Bunu dekabr ayının 8-də deyir, dəyərli dostlar. Dekabr ayının 8-də deyir ki, 2 ay bundan qabaq mənə zəhər veriblər deyir. Ya polis idarəsində, ya da deməli, xəstəxanada. Çünki bunun getdiyi yer, aparıldığı yer bir polis olur, bir də öz getdiyi yer xəstəxana. Diqqət edin. Zaraza. Sanitarka var. Nə bilim, yemək palayan var. Nə bilirsən onlara. 500 manat versələr, tapşırsalar. Mən orada burada xəstəxanada çox oluram, Mətanət xanım demiş. Orada da mən zəhərləmək asandır. Çayma, suyuma, manlı, kaşama, nəsə qatmağına var. Bugün əvvəl biraz dönənə baxanda yaxşıyam. Sistem zadı qoydular prednizal, onun içinə ürək qidalandırıcı, iynələr, vitaminlər. Bugün hələ qaytarmamışam, dönənə baxanda yaxşıyam. Düzdür, hələ durub yeriyə bilmirəm. Elə tuta tualetə gedirəm. Amma bugün yaxşıyam dönənə nisbətən. Heç qaytarmamışam da bugün. Şükür bugün yaxşıyam. Deməli, dostlar, dünən sıra gün ayın 8-də nə baş verir? 8-də deyirlər ki, gəl qan köçürəcək, qan köçməyin üstünə. Orada bunun da öz həkimi var, gedir o həkim, gəlir aşağıdan, bunu götürür, deyir ki, sənə qan köçürəcək. Dostumuz da ona, deməli, Ziyafət xanımı aparır ora, qan köçürməyin üstünə. Sonra oradan qan köçürtmürlər. Çünki təcili qan köçürməlidir. Bu da deyir, həm vaxtıdır qan köçürmənin. Çünki çağırıblar, həkimdə vaxtı var. Və həkimi də gəlir aşağı, sonra niyəsə qan köçürtmürlər. Və 2 dəfə təcili yardım gəlir və 2 dəfə təcili yardım gələndə təcili yardım deyir ki, vəziyyəti pis deyil, yaxşıdır, heç bir şey olan deyil. Və dünən səhər saatlarında vəziyyəti yaxşı deyən həkimlərdən sonra o evində olan qardaşımız işinə gedir. Və sonra vəziyyəti necə deyir, zəng edir Ziyafət xanıma, Ziyafət xanım zəngləri götürmür. Və ondan sonra o da dönür, gəlir evə görür ki, Ziyafət xanım artıq həyatda yoxdur. Zəng edir polisə, deməli, təcili yardıma və həmin o təcili yardım gəlir yenə. Həmin o adam gəlir, tez axtarışdırırlar, yazırlar və deyirlər ki, şeydir, yəni ört bastırırlar məsələni.
Baxın, Azərbaycan səhiyyəsi də, Azərbaycan polisi də Azərbaycan hakimiyyətinin əlində alətə çevrilib, oyuncağa çevrilib. Deməli, həkimlər də eyni rol oynayırlar, polislər də həkimlər oynadığı rol oynayır. Deməli, bunlar Azərbaycan hakimiyyətinin əlində Azərbaycan dövlət sistemi alətə çevrilib insanları öldürmək üçün.